Hər vaxtınız xeyir olsun, əziz Təhsil TV izləyiciləri. Təhsil Day podkastı yenə sizinlədir. Bugünkü qonağımız isə psixoloq Rafiq Allahverdiyevdir. Xoş gəlmisiniz Rafiq bəy. Çox sağ olun, minnətdaram sizə. Rafiq bəy, bugünkü mövzumuz elə aqressiv məktəblilər, aqressiv uşaqlardır. Yəqin ki, Türkiyədə, Şanlıurfada və Kahramanmaraşda baş verən son hadisələri bilirsiniz ki, bu yaxınlarda Azərbaycanda da İdrak liseyində belə bir hadisə baş vermişdi. Ümumiyyətlə, bu hadisələr niyə baş verir? Düzdür, mən baxıram son vaxtlarda, atırlar, bilmirəm, bəlkə də doğrudur, filmlərin, oyunların üzərinə. Doğrudan da əsas mənbə, əsas problem oradadırmı, yoxsa valideynlərdədirmi, o sərhəd anlayışındadırmı ki, uşaqlara vicdan, mərhəmət aşılanmır? Müəyyən yaş dövrünə qədər uşaqlarda, 15-16 yaşa qədər olan uşaqlarda və bunlar məktəbli hesab edilir. O uşaqlarda aqressiyanın, aqressiv münasibətlərin, pozucu emosional davranışların heç birinin mahiyyəti sosial internet resursları, oyunlar, internet vasitəsi deyil. Ümumiyyətlə, sadəcə olaraq bu insan psixologiyasına xarakterik bir haldır ki, insan özünün eləməyə borclu olduğu bir şeylərdən imtina eləmək üçün dərhal bəhanələr gəzir. Və o bəhanələr də sosial mühit, ictimai münasibətlər və dövrün tələbinə uyğun vasitələr. Və bu valideyn insan psixologiyasıdır. Ona görə də dərhal ki, mənim günahım yoxdur. Mənim uşaqlarımı və yaxud digər uşaqları sosial internet resursları və bunlar pozur deyək də. Əslində bunların heç birinin insan psixikasına dağıdıcı təsiri yoxdur. Yora bilər, yorğunluğa əmələ gətirə bilər, insanların meyl və maraqlarını dəyişə bilər, uşaqlarda təhsilə qarşı münasibəti dəyişə bilər və tərbiyəsində rol oynaya bilər. Amma aqressiyada tamamilə bunun rolu demək olar ki, çox azdır. Və aqressiyanın təməlində dayanır nifrət, qəzəb və məyusluq. Bunlar dayanır və bunları isə insan psixikasında 17 yaşa qədər, düzdür, 17 yaşdan sonra insanlarda nifrəti, sosial münasibətlər də yarada bilər, ailə münasibətləri, özünün ünsiyyət olduğu insanlar yarada bilər. Amma 17 yaşına qədər, ilkin uşaqlıq yaş dövründən, pubertant yaş dövrünə qədər uşaqlarda qarşılıqlı münasibətlər o qədər güclü deyil. Dostluq hissləri, öhdəliklər o qədər güclü olmadığına görə bu ailədən gəlir. Həmin o aqressiv uşaqlar ya psixi prosesləri normal olmadıqda, psixi proseslər nədir? Anlama, qavrama, dərk etmə, təfəkkür, nitq və s. Bu idrak prosesləri, psixi proseslər, xassələr, halətlər, onlar yaş dövrünə uyğun normal inkişaf etməyəndə, anormal formada inkişaf edəndə, bu bir, yəni nevroloji və psixoloji qüsur olanda, bu bir. İkincisi isə ailədən gələn qəzəb, uşaq ailədə özünə qarşı qəzəb hiss eləyir və yaxud ailə üzvlərində bir-birinə qarşı qəzəb hiss eləyir və yaxud uşağın özündə qəzəb var. Qəzəb yarananda kopyalayırmı uşaqlar? Qismən kopyalayır. Bax, bilirsiniz, belə bir tendensiya, belə bir fikirlərlə bəzən cəmiyyətdə bəzi mütəxəssislər deyək də, mən bəzi dırnaqarası mütləq qeyd edirəm ki, onlar insanların düşüncələrini dəyişirlər ki, övlad uşağını, əgər ata siqaret çəkirsə, uşaq da siqaret çəkəcək, atanın davranışı uşaqda da onu sirayət edəcək. Bu o qədər doğru deyil. Deyil. Çünki genetik faktorlar önəmlidir. Bir, fizioloji komponent var, psixoloji və nevroloji komponentlər var. Əgər uşaq valideynin davranışlarını kopyalayırsa, ailədə 4-5 uşaq olur. Bu 4-5 uşaqda nəyə görə eyni olmur? Biri deyək ki, ədəbsiz olur, biri ədəbli olur. Bu kopyalama ehtimallardan biridir. Yəni, uşağın əxlaqında, davranışında, təhsil seçimində, vicdanlı, vicdansız olmasında valideyn nümunəsini kopyalama ehtimallardan biridir. Amma ən vacib münasibətlər sistemidir. Münasibətlər. Əgər uşaq ailədə, bax, bayaq saydığımı bir təkrar eləmək istəyirəm, ailədə nifrət elementləri bir-birinə qarşı, uşağa qarşı və uşağın valideynə qarşı nifrət, qəzəb və məyusluq hissini yaşayarsa, bu tədricən uşaqda aqressiv davranış əmələ gətirir. Amma əslində aqressiya psixi prosesdir, emosional halətdir. Bu bütün insanlarda və heyvanlarda olduğu kimi normaldır, olmalıdır. Aqressiv davranış. Amma aqressiv münasibət dağıdıcı, özünə və ətrafdakılara dağıdıcı nifrət hissi ilə və məqsədli. Qarşısına plan qurur, məqsədli mən buna zərər yetirəcəm. Baxın, aqressiv münasibət uşağın ailə mühitində formalaşır, amma ailədə icra ola bilmir. Ailədə dar çərçivədir, atanın, ananın uşağa nüfuzu var, rəğbətləndirdiyi kimi cəzalandıra da bilir və uşaq ailədə təhlükəsizlik, güvən və bunlardan qorxur. Yəni, atam mənə sevməz, əşya almaz və s. və s. O cəmiyyətə çıxdıqda isə uşaq
həmin o ailədən gələn, bəzən genetikada rol oynayır, psixi proseslərdə. Əgər genetikada əsəb pozuntuları, psixoloji hallar, sosial kriminal davranışa meyillik üstünlük təşkil edirsə, həmin o uşaqlar cəmiyyətə, küçəyə və məktəbə. Məktəb uşaq üçün ən real mikrocəmiyyətdir. Ora düşdükdə isə uşağın o nifrət hissi, aqressiya ilə mütəmadi və məqsədli icraya yönəlir. Çünki məktəbdə bütün uşaqlar, sinif yoldaşları, digərləri uşağı valideyni kimi davranmır. Əgər o uşağın pis bir hərəkəti varsa, onun saçını sığallamır. Qarşılıqlı reaksiya verir. Cavab reaksiyaları verir. Bunun aqressiyasına qarşı digər uşaq isə tabi olmazlıq göstərir. Etiraz edir və həmin o uşaqlarda psixi problemlərdə, nevroloji problem, qüsurda, inkişafda qüsur varsa, idrak proseslərində qarşılıqlı bir-birini əvəzləməyən, sağlam psixi proseslər yoxdursa, onlar dərhal öz nifrətlərini aqressiya ilə icra etmək üçün vaxt, zaman, fürsət gözləyirlər. Rafiq bəy, baxın, sadaladınız ki, qəzəb, nifrət və məyusluq. Bəli. Bu ailə içində nə vaxt yaranır uşaqlarda? Nə baş verir ki, onlarda nifrət, qəzəb, məyusluq yaranır və bunu valideynlərinə ev daxilində göstərmədiyi halda artıq çölə vururlar? Çox doğrudur. Baxın, biz hadisə bugün baş verirsə, biz dərhal bugünkü hadisəni təhlil edirik. Amma o bugünkü hadisəni icra edən uşaq 1-3 yaşlarından inkişafda gəlir. Ən pis yaş dövrü uşaqlarda 2-4 yaşdır. 2-4 yaşda uşaqlarda dırnaq yemənin başladığı dövrdür. Anixafogiya adlandırılan dırnaq yemə. Həmin yaş dövründə uşaqlarda güvənsizlik, ona qarşı hörmətsizlik və yaxud da ki, mən istəyirəm, mən özüm bilərəm, onun icrasını kör təbii formada cəza ilə qapıyanda. Ki, sən bunu eləyə bilmərsən, sən işin yoxdur, sən uşaqsan və yaxud biraz kobud sözlərlə. O uşaqda təzyiqlər, cəza və cəza işgəncə metoduna keçərsə, uşağın psixikasında, yəni onu eləmək olmaz, bunu eləmək olmaz, sən fərsizsən, sən o birisi uşaqlar, o bacarar, sən bacara bilmərsən, bəli. Bu cəza mexanizmi uşağın psixikasında işgəncə kimi formalaşanda, yəni mən yoruldum artıq. O uşaqda, bax, travma burada əmələ gəlir. Bəzən uşaqlıq travması deyib, tamam yanlış yerə aparırıq. Travma oradan əmələ gəlir. Həmin dövrdə isə uşağın mənli şuurunun, ən güclü mənli şuurunun inkişaf elədiyi dövrdə həmin o qadağalar, məqsədli, qərəzli müqayisələr və s. o uşaqlarda nevroloji pozuntu əmələ gətirir. Amma həmin o pozuntu isə müəyyən yaş dövründə 12-14 yaşdan sonra isə üzə çıxır. Hələlik o dövrlərdə əşyaya yönəlir. Əşyanı qırmaq, əşyanı atmaq ona yönəlir. 12-14 yaşdan sonra isə ixtiyari diqqət əmələ gəldiyi üçün o yönəlir heyvan balalarına, heyvana və yaşıdlarına, insana. Və ona görə də onlarda kobud davranış əmələ gəlir. 2-4 yaşda, 6 yaşda isə kobud davranış yoxdur. Sadəcə olaraq etiraz var. İstəmirəm, eləmirəm. Bu yaxınlarda eşitdiyimiz Türkiyədəki olan o hadisə ki, 20 nəfər yaralayıb, 9 nəfəri xəsarətə yetirib, öldürüb. Bax, bu halların hamısı bizim danışdıqlarımızın nümunəsi deyil. Yəni, bu bütün uşaqlara aid deyil. O uşaqlar işgəncə tipli, qarşıdakı yaşıdığını və özündən böyük fərqi yoxdur. İnsanlara öldürmək, xəsarət eləməyə meyilli olur ki, onlarda hormonal pozuntu olur, hormonal, cinsi istiqamətdə hormonal pozuntu olur. Bir mənalı, 12 yaşdan sonra başlayır. 9-12 yaşda bilinir, amma icrası yoxdur. 12-16 yaşlarda isə hormonal pubertant yaş dövrü başlayır. Onda isə bunlar qarşıdakı adama işgəncə vermək və onun fəsadını dərk eləməmək. Bu əmələ gəlir. Bax, o bizim cəmiyyətdə də var, başqa ölkələrdə də var. Bütün, yəni insan mövcud olan hər bir yerdə bunlar yaşamaq olar. Bu baş verən hadisələrdə sanki bir ortaq nöqtədə var. Hücumu törədən hər iki məktəbli, biri keçmiş şagird olub, biri isə hələ də o məktəbin ikisi də sonda özünü öldürüb. Sanki qorxu ilə qorxusuzluq onlarda eyni anda olub. Bunun səbəbi nədir, Rafiq bəy? Baxın, gəlin hər şeyi psixoloji, anatomik təhlil eləyək. Böyük insanların, uşaqların cinayəti eyni deyil. Bu cinayət hesab edilir. Aqressiyadan doğsa, emosional pozuntudan doğsa fərqi yoxdur. Bunlar cinayətdir. 14 yaşdan sonra 17 yaşa qədər olan yetkinlik yaşına çatmayan yeniyetmələrin törətdiyi cinayətlər, onlar spontan, düşünülmüş, planlı, amma fəsadı nə olacaq? Dərk edilməyən cinayətlərdir. Ona görə də yeniyetmələrin törətdiyi cinayətləri bəzən çox təcrübəli kriminalistlər aça bilmir. Yəni, o uşaqlar planlamadan, amma məqsədli. Planlamırlar cinayət törətmək, amma məqsədlidir. Biz bunu eləyək. 12-16 yaş dövr uşaqlarda isə özünün müdafiə mexanizmi var,
Amma manevr etmə, manipulyasiya etmə, yalan danışma, səbəb bəhanə gətirmə olmur. Ona görə də o uşaqlar cinayət törədəndən sonra güclü qorxu əmələ gəlir. Qorxu, çox güclü qorxu, itirmək qorxusu. Ki, mən bu situasiyada necə çıxım? Məni öldürəcəklər, məni döyəcəklər, yox. Məni cəzalandıracaqlar, onlar bunu düşünə bilmir. Çünki onlar törətdiyi cinayətin fəsadını bilmir. Mən bunu eləsəm, insanlar ölər. Adamlar valideynlərə əzab çəkər. Onlar onu düşünə bilmir. Sadəcə olaraq aqressiv münasibətin, emosional pozuntudan əmələ gələn təzahürüdür, icrasını eləyirlər. Fantaziyalar, beyinlərindəki olan o fantaziyalarla məktəbdə girdik, onlar düşünmür 9 nəfər öldürəcəyik, 20 nəfər öldürəcəyik. Sadəcə olaraq biz bu prosesi icra edəcəyik. Mən məktəbdə qətl hadisəsi törədəcəm, kimisə öldürəcəm və yaxud xoşu gəlməyən müəlliməni, şagirdi öldürəcəm. Bunlar prosesi icra edirlər və o proses nəticəsində nə qədər qurban olacaq, hansı fəsadlar öz məcrasından çıxacaq, uşaqlar onu düşünə bilmir. Həmin o hadisə baş verəndə isə uşaq o retrograd, atrograd yaddaş qəzaya qədər, qəzadan sonra. Hadisədən sonra isə uşaqlarda sakitləşir, sursat bitir, xəsarət yetirmə imkanları tükənir, artıq 1-in, 3-ün, 4-ün xəsarət yetirdi, artıq sursat yoxdur. Yəni silahdırsa sursat yoxdur və yaxud tükəndi. Tükənən kimi isə onlarda güclü qorxu əmələ gəlir və bu cür uşaqlar bəzən özlərini, düzdür, belə bir faktlar var, onlar özlərini o silahdan istifadə edərək qətlə yetirmir. Ya özlərini atırlar, binadan atırlar və s. Rafiq bəy, baxın, vurğuladınız ki, qəti şəkildə cəzalandırma, cəzanın işgəncəyə dönməsi onlarda güclü aqressiya yaradan səbəblərdən biridir. Bəs ümumiyyətlə cəzanın olmaması, son vaxtlar təbliğ olunan ümumiyyətlə budur. Olmaz sözü deyilməsin, cəza olması, məktəbdə heç bir şey deyilməsin. Bunlar nəyə gətirib çıxır? Bunlar da kökündə dayanan səbəblərdirmi ki, necə deyim, sərhədsizlik də yaradır, nələr yaradır? Sizi anladım. Yox, uşaq tərbiyəsində cəza mexanizmi mütləq olmalıdır. Cəza şiddət, işgəncə deyil. Biz uşağa cəza deyəndə dərhal bizim tamaşaçılar və yaxud insanlarımızın əksəriyyəti hesab edir ki, vurmaqdır. Uşaqda rəğbətləndirmə və cəza mexanizmi mütləq ədalətə söykənməlidir. Amma cəza mütləq olmalıdır, amma ədalətli. Rəğbətləndirmə olmalıdır, ədalətli. Baxın, uşaqlarda cəza uşağın dərk etmə sferası qədər olmalıdır. Valideyn uşağının əməlinə görə cəzalandırmamalıdır. Sən bu əşyanı qırdın, mən sənə telefon almayacağam, səni ora aparmayacağam və yaxud sən əfəlsən. Olmaz. Bu olmaz. Cəza uşağın, valideyn uşağının anlama, qavrama, dərk etmə, sinir sisteminin mütəhərrikliyi, dözümlüyü nəzərə almalıdır. Yəni, mənim uşağım elədiyi əməlin mahiyyətini qavramadığı kimi, mənim ona cəzanın da mahiyyətini qavramayacaq. Çünki uşaqda özünə tənqidi münasibət hissi yoxdur. Yəni, mən bunu etməməliydim. Ona görə də cəza bəzən uşağın elədiyi hərəkətə görə vurulan cəza, verilən cəza, uşağın elədiyi hərəkətin pis olduğunu dərk etmədiyi üçün verilən cəza ona işgəncə hesab edilir və nə verir? Bu cür uşaqlarda təhlükəsizlik, güvənsizlik və arzu olunmaz övlad obrazı əmələ gətirir. Yəni, məni heç kəs sevmir. Mənim heç kəs doğulmağımı istəmirdi. Yəni, mən bunu yıxılsam, məni qoruyacaqlarmı? Məni kimsə döysə, söysə və yaxud danlasa, atama, anama desəm, məni başa düşəcəklərmi? Bax, təhlükəsizlik budur. Uşaq güvən isə, mən yıxılsam, məni qaldıracaqlar. Yəni, mənim valideynim məni başa düşəcək. Bax, bu elementlər pozulanda uşaqda sevgi hissinin itməsi arzu olunmazlıqla möhkəmlənir. Yəni, uşaq özünü, övlad evdə özünü arzu olunmaz hesab edir və yaxud özünün, tutaq ki, məktəbdən əgər yüksək qiymət alıbsa, o yüksək qiyməti valideynə deməyin nə faydası var? Bax, bu əfsusluq hissi əmələ gəlir. Ən qorxulu uşaqlarda heyfsilənmə, əfsusluq hissi əmələ gələn kimi o özünü evdə arzu olunmaz hesab edir. Əgər uşaq psixikasında özünün ailəsi tərəfindən, doğmaları tərəfindən arzu olunmaz olduğunu, əksində o arzu olunmaz deyil. Valideynlər onu psixi prosesi nəzərə almadan cəzalandırıblar, özlərini haqlı hesab eləyiblər. Həmin o arzu olunmazlıq əmələ gələn kimi dərhal emosional pozuntu başlayır. Emosional pozuntu. Və o emosional pozuntu bunlarda yobudluq əmələ gətirir. Uşaqlarda anidən yobudluq, qışqırma, gərginlik və narahatlıq. Və bu bütün yaş dövründə uşaqlarda fürsət və məqam gözləyir. Mən harda bu arzu olunmazlığımı təsdiq edim? Yəni, mən arzu olunmaz, hamı məni arzu olunmaz başa düşür. Amma mən neyniyim ki?
və mənim faydalı, mənim də varlığım görsünlər. Və o uşaqda müdriklik olmadığına görə, o uşağın idrac prosesləri təkmil olmadığına görə, o nifrət, qəzəb və məyusluq dominantlıq təşkil edir. Çünki o uşaqda olan o münasibət, arzu olunmazlıq onda nifrət yaradır. Uşağın özünə yaradır nifrət. Çünki arzu olunmaz sayır özünü və yaxud valideynlərini qınıyır, günahlandırır valideynlərini ki, siz məni hamının yanında söyürsünüz və s. Bax, bu uşaqlarda emosional pozuntudan, çünki emosional pozuntu görür bütün gün evdə buna qarşı və yaxud o atanın, ananın buna olan münasibətini emosional pozuntu kimi qiymətləndirir. Və həmin o uşaqlarda aqressiya artır. Aqressiya nədir? Aqressiya insanın özünə və ətrafdakılara dağıdıcı münasibətidir. Rəftarı deyil, davranışı da deyil, münasibətidir. Davranış, münasibət tamamilə fərqlidir. Aqressiv davranış vura bilər, qıra bilər, etiraz edə bilər, çığıra bilər və s. Bunları eləyə bilər. Amma aqressiv münasibət vicdan əmsalı formalaşdırır. İnsan münasibətini müəllimə, şagirdə, digər bir canlılara münasibət göstərir. Çünki, bax, bilirsiniz necədir? Uşaqlara izah eləyəndə bəzən o uşaqlar deyir ki, mən başa düşmədim. Müəllim ona bir də izah edir. Amma münasibət formalar pozulanda isə uşaq mən səni başa düşmək istəmirəm obrazı yaradır başında ki, mən yaxşı olmaq istəmirəm, mən təhsil almaq istəmirəm, tərbiyəli olmaq istəmirəm. Ona görə mən səninlə razılaşmaq istəmirəm. Və həmin o dövrdə uşaqlarda ünsiyyət tələbatı itir. Onlarla heç bir halda söhbət eləmək, ünsiyyət eləmək olmur. Onlar imtina eləyir, dinləmir. Siz onu sözlə başa salasınız. Ünsiyyət qırılır və o uşaqlarda dərhal kompromisə getməmə başlayır. Bu uşaq psixologiyasıdır. 17 yaşa qədər olan insanın psixologiyasıdır. Amma valideynin ona münasibəti, rəftarı bunu əmələ gətirmir. Uşağın psixikasında olan nevroloji, psixoloji, emosional gərginliyi böyüdür və yönəldir aqressiyaya, təcavüzə, ziyan vurmağa. Və həmin o uşaqlarda isə psixikasında kompromisə getmək, razılaşmaq və ertələmək itir. Və ona görə də onlar, baxın, planlıq formada yox, plan qurum yox, məqsədli və davamlı aqressiya düşünürlər. Və onu icra edir. Üzr istəyirəm. Və bəzən isə, baxın, internet resursları burada dırnaq arası köməyə çatır. Onlar internet oyunlarında, hətta filmlərdə, sosial verilişlərdə o öz aqressiyasını icra etməyin üsulunu görür ki, silahla, evimizdə də silah var, bıçaqla, evdə bıçaq var və yaxud kəsici deşici alətlər. Uşaq onu icra eləyir. Baxın, indi siz dediniz ki, əksər hallarda uşaqlar özlərinə də xəsarət eləyir. Yəqin ki, belə faktlar var. Yəni, Türkiyədəki hər iki uşaq özünü öldürüb sonra. İndi mən onun izahını verəcəm sizə. Bəli. Oradakı icra edən, cinayət törədən, insanları qətlə yetirən, hətta uşağı müdafiə eləmək istəyən müəlliməni öldürməsi. O, uşağın hormonal, cinsi və psixi prosesində qüsurun əlamətidir. O, evdəki rəftarın əlaməti deyil. O uşağın, həmin o uşağın, evdə ona pis, bayaq saydıqlarımı, pis münasibət göstərdiblər, davranışlarında nümunə deyil. O uşağın psixikasında hormonal və psixonevroloji qüsur əlamətlərinin təzahürüdür. Oğlan uşağında cinsi sferada qüsur olanda o silahdan hədəfi vurmaq üçün, işgəncəni tətbiq eləmək üçün zövqə çevrilir. O kişilər, oğlan uşaqları, kişilər silahdan atmaq üçün, qarşıdakı hədəfi vurmaq üçün, ov eləmək üçün bu zövq ala bilərlər. Ovda prosesdən zövq ala bilərlər. Amma nevroloji, psixoloji qüsuru olan idrac prosesləri normal inkişaf etməyən oğlan uşaqlarında və hormonal pozuntu olan oğlan uşaqlarında onlar silahdan tutar ki, əgər ora bir şüşə butulka qoyub, şüşə butulkanı vururlarsa, digər sağlam adamlar hədəfi vurduğundan sevinir. Bunlar isə o şüşəni parçalamağından sevinir. O şüşəni vurduq, tikə-tikə oldu. Bunlar o vurmadan zövq alır, zövq mexanizmi formalaşır və o zövq mexanizmi idrac prosesləri normal inkişaf eləməyən uşaqlarda isə gələcəkdə nifrətini aqressiya ilə icra etməyə bir stimul verir, güvən verir. Bayaq yadınızdadır, mən deyirdim güvənsizlik və s. Bu hallar pozulanda, bax o uşaqda özünə valideynlərinin buna güvən hissi, itirilmiş güvən hissini uşaq özündə orada tapır və o qarşıda bir səbəbsiz yerə də cinayət törədə bilər. Rafiq bəy, yəqin ki, valideynlərin davranışı birdən-birə dəyişmir. Yəni, uzun müddətli bir ölkədə, cəmiyyətdə bu şəkildə davam eləyir. Amma məsələ burasındadır ki, artıq elə bir
dövrə gəlib çatmışıq ki, təhsil müəssisələrimizi sanki xarici təhlükələrdən deyil də elə daxildə olan təhlükələrdən qorumaq lazımdır. Bəs niyə artdı bu hadisələr? Bir-birini mi təsirləndirir? Nə baş verir ümumiyyətlə bu məktəblilərdə, uşaqlarda? Müəllim necə davransın? Valideynlər neynəsin? Əslində bu çox mahiyyət etibarilə çox samballı bir sualdır. Baxın, valideynlər, münasibətlər birdən-birə dəyişmir, doğrudur. Amma bugün bizim yaşadığımız mühitdə iki kateqoriya valideynlər var. Biri hardasa 40 yaşdan yuxarı, biri isə bu dövrün valideynləri var. Müəyyən yaş dövründə olan valideynlər stereotip davranışlardan, milli mənəvi dəyərlərdən ona daha çox üstünlük verirlər. Milli mənəvi dəyərlərə, ictimai normalara, cəmaət nə deyər, el nə deyər və s. Sənin davranışına görə mən utanaram. Bu dəyərlər üstünlük təşkil edən valideynlərimiz dövrün inkişafını qabaqlaya bilmirlər. Dövrün inkişafı isə valideynlərin əxlaq normaları, milli mənəvi dəyərlərlə bəzən üst-üstə gəlmir. Çünki texniki vasitələr nə qədər çox inkişaf edir. Müasir 10-15 yaşlı uşaqların informasiya bolluğu, inkişafı müqayisə etmək, xarici ölkədə biz belədir, bizdə belədir. Bu çox sürətli gedir. Ona görə də bizim valideynlərimiz stereotip davranışdan çıxmamaq şərti ilə biraz övladların müasir dövrün uşaqları olduğuna üstünlük verməlidirlər. Yəni biz uşağa sevgini də, qəzəbi də, qadağanı da, tərbiyə elementlərini də dövrün tələbi çərçivəsində verməliyik ki, uşaq onu mənimsəyə bilsin. Çünki bizim bugün, indi mən məktəbdən təhlil edəcəm, bugün bizim uşaqlarımızda ən güclü olan hüsn rəğbət azalıb, çox azalıb. Mən bunu eləsəm, atam küsər, mən bunu eləsəm, anam inciyər. Bu azalıb. Uşaqlarda güclü bir fərdiyyətçilik daha çox və müstəqillik hissi körtəbii formada artıb. Mən belə istəyirəm, mən xoşun gəlmir, baxma. Uşaqlarımızda, bugünkü uşaqlarda bütün əksəriyyətinə aiddir. Müstəqillik, mükəmməlçilik yox, mənəmçilik, mənlik şuuru o qədər artıb ki, o uşaqlar sadəcə olaraq zəhmət çəkmədən qısa bir dövrdə daha çox əldə etmək, daha çox mənfəət əldə etmək psixologiyası ilə tərbiyələnirlər. Ona görə də valideynlərin bəzən uşaqlara iradıları, tərbiyə normaları çərçivəsində iradıları, uşaqlar onları qəbul eləyə bilmir. Bu birinci variant. Valideynlərimiz bunu mütləq nəzərə almalıdır. Çünki uşaqların geyim tərzindən, yeriş tərzindən, peşə seçimi tərzindən və dostluq münasibətləri tərzindən asılı olaraq uşaqlarda psixi proses dəyərlər əmələ gəlir. Əvvəlcə bir 40 il bundan əvvəl insanlar digər bir şeyə dəyər verirdisə, yəni mən bunu etsəm utanaram, ayıbdır. Amma indi uşaqlar isə mən onu eləyə bilməsəm, mənə ayıb olacaq və yaxud mən onu eləməsəm mənə əfəl deyəcəklər. Artıq mən onu eləsəm, başqaları ziyan görəcək, itir. Bu itir. Uşaqların İnkişaf prosesi mütləq qaydada nəzərə almalıdır, maksimalizm əmələ gəlir. Bu nəzərə alınmalıdır. Məktəblərdə müəllimlər, məktəblərdə şagird-müəllim münasibətlərində pozuntu olmaması üçün, baxın biz psixoloji, mənəvi dəyərlərə nə qədər çox gedəcəksə, uşaq hüquqları ortaya çıxacaq ki, uşaqlar körpədir, onları incitmək, onları olmaz. Bu doğru deyil. Müəllimlərin nüfuzu, müəllimlərin səlahiyyəti və müəllimin dəyəri məktəbdə artırılmalıdır. Mütləq qaydada. Yəni əvvəllər insanlar necə hesab edirdi ki, müəllimin yemək yediyinə hətta inana bilmirdilər. Bu, müəllimi ilahiləşdirmək deyil idi. O, insan, uşağın müəllimə peşəsindən və onun şəxsiyyətindən hörmət eləyərək özünə nümunə götürməsi idi ki, yəni müəllim çox ali şəxsiyyətdir. Və bu bərpa olunmalıdır. Nə qədər ki, məktəbdə müəllimlərimizin səlahiyyət və şəxsi dəyərləri gücləndirilməyəcək, gücləndirilməlidir. İndi o istiqamətli işlərdə gedir. Gücləndiriləcək, uşaqlar tabe olacaq. Nəyə tabe olacaq? Müəllimin sözünə, müəllimin dediyi yanlış ola bilməz. Müəllim mənə irad bildirirsə, müəllim qərəzli deyil. Müəllim mənlə şəxsi düşmənçilik aparmır. Bax, bu uşaq psixikası müxtəlif ailələrdən gələn, müxtəlif tərbiyə və müxtəlif sağlamlıqda, psixi sağlamlıqda olan uşaqların bir sinifdə 30-40 nəfər uşağın cəmləşməsi onlara müəllimin fərdi yanaşmasını məhdudlaşdırır. Mümkün deyil fərdi yanaşsın. Amma ümumi bir psixologiya əmələ gəlir. Müəllim aparıcı, təlim verən, təsir verən, tərbiyə verən müəllim obraz olaraq nümunəyə çevrilməlidir şagirdin gözündə. Və müəllim, şagird hətta
valideyninə, müəllimdən hansısa bir sözü deməyə də cəsarət etməməlidir. Bu işgəncə deyil, hüquqların pozulması deyil, demokratik münasibətlərin pozulması deyil. Uşaq şəxsiyyətidir. 17 yaşına qədər olan uşaqların idrak prosesləri təkmil deyil. Onlar nəyi haqlı sayırlarsa, hələ bu doğru demək deyil. Amma uşaqlar nəyi haqlı sayır? Onu baxın, həqiqətə oxşayan, doğru olmayanlar qorxuludur. Həqiqətə oxşuyur, bəli, mən narahatam, amma doğru deyil. Sən özünü narahat hesab eləyirsən. Bax, bu həqiqətə oxşayan, doğru olmayanlar itirilməlidir. Uşaq müəllimə hörmətlə qulaq asmalıdır. Və bundan sonra baxacaqsınız ki, mütləq qaydada məktəblərdə qarşılıqlı münasibətlər, şagirdlər arasında da bullying halları, şagirdlər arasında da nizam-intizam pozulmaları və evdə yaranan aqressiv münasibətin məktəbdə icra mexanizminin olmaması, zövq mexanizmini qıracaq. Yəni, ailələrə biz nüfuz edə bilmirik. Ailədə müxtəlif əxlaqlı, müxtəlif intellektli, müxtəlif dünyagörüşlü valideynlər var və s. Bax, bu valideynlərin genetik amilləri də var. Bu, ailədə əmələ gələn gərginlik və narahatçılıq və s. nifrət, məyusluq, qəzəb. Uşaqda formalaşan o his, uşaq evdə onu icra etmək üçün ən yaxşı yer məktəbdir. Küçədə düşünməyəcək. O, onu düşünmədiyinə görə də həmin o qəzəbin, aqressiyanın icra etməsi üçün mümkün olan bir yer yoxdur. Edədikcə beyin zövq almayacaq. Yəni, uşaq nə edəcək? Evdəki o davranışların hesabını atadan istəyəcək ki, ata, siz mənə haqsız eləyirsiniz. Siz mənə də o izahat verməyə başlayacaq. Bax, bugün bizim cəmiyyətimizdə uşaqlarda aqressiv münasibətin, rəftarın, davranışın geniş bir, qlobal bir formada təhlükəli bir hala gəlib çıxmasında vacib detallar var. Uşaqlarımız izahat vermək, hesabat vermək, məlumat vermək. Bu üç elementi itiriblər. Yoxdur bunlar. Yəni, uşaq axşam evə gec gəlir, valideyn ondan soruşanda ki, oğul, niyə gec gəldin? Bəzən onlar cobud, aqressiv, yalan ifadələr verirlər. Yəni, övlad hiss eləməlidir ki, atam məndən kobud soruşa bilər, amma mən atama hesabat verməliyəm, izahat verməliyəm, məlumat verməliyəm. Getməmişdən öncə. Bax, bu üç mexanizm itib. Biz məhz bu üç mexanizmi standartlaşdırsaq, uşaqlara bunu tərbiyə etdirsək və mən övladımdan soruşanda ki, niyə üstün kirlidir? O, uşaq valideynim mənim işimə qarışır, mənim haqqımı pozur kimi düşünməyəndə, izahat verməyi özünə borc biləndə əmələ gələcək hesabat, məlumat, izahat, bunlar uşaqda əmələ gətirəcək borc, cavabdehlik, məsuliyyət, nizam-intizam. Bax, bu 4 element qoyulandan sonra bizim cəmiyyətimizdə uşaqlar tərəfindən, yeniyetmələr tərəfindən və bu yeniyetmələr sabah cəmiyyətin yetkin şəxsləri olacaq. Həmin aqressiv münasibətlərdən, emosional pozuntudan əmələ gələn, mən üzr istəyirəm sözümə görə, cinayətlərin qarşısı ümumiyyətlə alınacaq. Digər ədavətdən əmələ gələn hadisələr o mövcuddur. Mütləq bunlar işlənməlidir. Rafiq bəy, yəqin ki, heç bir uşaq birdən-birə gedib evində, nə bilim, atasının, babasının ov tüfəngini gedib cinayət törətmir. Mütləq ki, bunun məktəbdə, ailədə, küçədə bir siqnalları olur. Baxın, valideyn, müəllim nələrə diqqət eləsin ki, yəni uşaqda hansı siqnalları alanda artıq həyəcan təbili çalınsın. Çox doğrudur. Əvvəla, birincisi, uşağın evdən odlu silahın götürülməsi və yaxud da odlu silahın olması və yaxud da odlu silahın yerinin bilməsi ən böyük qüsurlardan biridir. Bu bir. Sonra, müəyyən yaş dövrünə qədər valideynin uşağa silahdan istifadə etmə qaydasını öyrətməyi cinayətdir. Bu, hüquqi termin deyil, hüquqi cəhətdən yox. Psixoloji tərəfdən bu cinayətdir. Bu, olmamalıdır. Və bu ailədə uşaq, əgər uşaq evdə tək odlu silah deyil, hansısa bir şeyi götürmək cəsarəti o uşaqda varsa, yəni mən bunu götürə bilərəm, evdə odlu silah var, qanuni, amma mən onu götürə bilərəm cəsarətini uşaq əgər özündə tapırsa, bu artıq ailədə qarşılıqlı münasibətlərin olmamasını göstərir. Evdə öhdəlik, tərbiyə, bir hörmət hissi yoxdur. Bu, ailədə boşluq var. Sadəcə olaraq övladına necə istəyirsən yaşa. Sən nə istəyirsən eləyə bilərsən, mən sənin arxandayım obrazı var. Hegemon bir nizam-intizama sığmayan bir tərbiyədə böyüyən uşaq var. Ailə modeli var. Baxın, orada nə əmələ gəlir? Uşaqlar özünü rəğbətləndirmə, uşaqlar özünü digərinə müqayisə etməyə şans nədən əmələ gəlir? Yəni, o uşağa olar, mənə olmaz. Onun atası ona bunu icazə verdi, mənə icazə vermədi. Niyə? Bax, birincisi, o uşaq etik, əxlaqi, mənəvi dəyərləri pozub. Bu, qoyaq hələ kənara. Amma digər uşaq onu özünə nümunə ona görə götürür ki, evdə nizam-intizam,
məsuliyyət, borc, cavabdehlik zəifdir. Zəif olduğuna görə də uşaq özünə onu rəva bilir. Əgər ailədə borc, cavabdehlik, nizam, intizam, əgər möhkəmlənsə, o uşağın valideyn qarşısında, valideynin eləcə də övlad qarşısında izahat vermək, hesab vermək mənsubiyyətə görə, statuslara görə. Bu əmələ gələndə uşaq mən də onun kimi olmaq istəyirəm deməyə utanacaq. Ən azından uşaq onu ədəbsiz bir uşaq və yaxud ədəbsizlik kimi qəbul edəcək. Uşaq ondan çəkinəcək, qaçacaq və utanacaq da ki, evdə də atasında da desin ki, filan kəsin oğlunda 2 dənə telefon var idi, hələ mən sadə demək istəyirəm, məndə də olsun. Bax, bu olmayacaq. Amma bugün bizim bütün uşaqlarımızda bu var. Var, filan kəsin telefonu var, mən də istəyirəm. O var, mən də istəyirəm. Bax, bu mən də istəyirəm, mənim də olsun. Ona görə əmələ gəlib ki, bizim ailələrimizdə bu saydığım elementlər zəifləyib və biz təsəvvür eləyin ki, şaxtalı bir havaya üst geyimi nazik olan bir adamı buraxmışıq küçüyə. Əlbəttə onu şaxta tutacaq və o xəstələndən sonra da biz onu qınayacaq ki, niyə xəstələndin? Bax, geyim, insanın üst geyimi onun mənəvi əxlaqi dəyərləridir. Bugün bizim gənclərimizdə də, uşaqlarımızda da siz cəmiyyətdə təəssüflər olsun ki, küçələrdə də biz buna rast gəlirik. O uşaqlarda biraz sosial, milli, mənəvi, ictimai dəyərlər ikinci plana keçib. Ona görə də o uşaqlar başqa bir uşaqları görəndə mənim də olsun, mən də belə eləyim, mən kimdən əskiyəm, anlamı əmələ gəlir. Amma mən kimdən əskiyəm dediyi adamın davranışını təhlil eləyə bilmir ki, bu antisosial davranışlardır. Və biz bugün məsələləri təhlil eləyəndə çoxlu məsələləri təhlil eləyə bilərik. Bu normal deyil, bu belədir, müəllim-şagird münasibətlərində uşaqlarda təhlil eləyə bilərik. Amma bunların hamısının kökü gedir ailədə, övlad valideyn arasında olan intellektindən, dünya görüşündən asılı olmayaraq. Valideyn özündə borc, baxın, valideyndən biz başlamalıyıq. Uşaq, sən özünə abırla aparmalısan, yox. Valideyn özündə borc bilməlidir, qınaq bilməlidir ki, mənim övladım ədəbsiz hərəkət elədi. Mənim övladım müəllimə cavab qaytardı. Bunu valideyn utanmalıdır, uşaq yox. Valideyn məktəbə, valideyn iclasına çağırılanda, bu həyəcanla, təşvişlə ki, gəlməyəcək ki, gedim görə müəllim mənə nə deyəcək, uşağım neyniyib, o gəlməyəcək və uşaqlarımızın biz tərbiyəsinə məşğul ola bilməyəcəyik və gələcəkdə də müəyyən qədər bu cür böyüyən və təcrübədə təkmilləşən, negativ təcrübədə təkmilləşən uşaqların yuxarı sinif şagirdləri olanda isə yuxarı siniflərdə bəzən onların müəyyən davranışların qarşısını almaq asan da olmayacaq, çünki onlar ona dəyər verir. Belə olmalıdır. Yəni, mən beləyəm, sən geridə qalmışsan, mən belə olmalıyam. Bu, valideynin özündən başlamalıdır. Valideyn uşağının 2 almasına görə də, digər uşağa cobud rəftar edib, ona ziyan vurmasına da, heyvan balasını itələməsinə görə də valideyn uşağın davranışından ictimai qınaq olaraq utanmalıdır. Daha əksi, daha empatiya qura bilən, başqalarına o cür davranmayan, özünün var olduğunu digərləri üçün deyil də özü üçün sübut etməyə çalışan, bu nə qədərdir? Hə, bizim cəmiyyətdə buna qədərdir. Var, kifayət qədərdir. Var, bunlar da çoxdur. Mən demirəm ki, bütün cəmiyyətimizdə antisosial uşaqlar yetişir. Yox, bu hallarda var. Amma biraz problem başqa şeydədir. Cəmiyyətdə ədalətli, vicdanlı, mərhəmətli, xeyirxah və başqasının dərdinə şərik olan uşaqlarla bərabər bu cür aqressiv, emosional pozuntu halları eyni məktəbdə, eyni mühitdə, eyni cəmiyyətdə nə qədər balans bərabər olacaqsa, bunlar üçün qorxuludur. Bizim müsbət keyfiyyətə malik olan insanlar üçün qorxuludur, uşaqlar üçün qorxuludur. Yəni, bu balans, bu da çox ola bilər, bu da çox ola bilər. Cəmiyyətin buna verdiyi dəyəri yüksək olmalıdır. Yəni, ədəbli uşaq daha yaxşıdır, mədəni uşaq daha yaxşıdır. Cəmiyyətin verdiyi dəyər, bu uşaqlar özlərini daha dəyərli hesab eləsələr, bunlar, mən də onun kimi olum, mən niyə vicdanlı olmalıyam, o necə mən də eləməyəcək. Bu, öz vicdanlı olduğu ilə, buna nümunə ola bilməsə də, öz vicdanlı, mərhəmətli olması ilə bərabər utanmayacaq, sıxılmayacaq, özünü əfəl saymayacaq. Abırlı insanlara qabağa getmək üçün kömək eləmək lazımdır. Amma tərbiyəsiz, abırsız, mədəniyyətsiz insanların qabağa getməyin yollarını özləri bilirlər. Yəni, bu, dırnaq arası da özünü bilməkdir. Ona görə də cəmiyyətdə, bütün məktəblərdə aqressiv davranışların qarşısını almaq, cəmiyyətdə antisosial münasibətlərin, kriminal davranışların, subkultural mədəniyyətin qarşısını almaq, normal, gələcək üçün savadlı, ziyalı, mədəni cəmiyyət, gənclər yetişdirmək üçün başlamaq lazımdır 10, 20, 30 uşaqdan yox, 2 valideyndən, ata və anadan. Onlarda utanc hissi artmalıdır və
sevincisi, fəxri çoxalmalıdır. Nə qədər ki olacaq, onlar özləri tənzimləyəcək. Bioloji olaraq, genetik olaraq, anatomik olaraq da nevroloji problemli övladlarını valideynlər özləri onları tərbiyə etməyi bacaracaqlar. Amma onları cəmiyyətə tullayanda isə, məktəbə, küçəyə tullayanda isə cəmiyyət bunları tərbiyə eləmir. Cəmiyyət normaları kənarlaşdırır. Cəmiyyət normaları təbii norma deyil. Təbii normalar insanı məhv edir. Şaxtadır, insana mərhəmət etmir ki, bu əyni nazikdir, mən soyuq bunu yanından keçsin. Təbiət normaları şaxta, əyni nazik adamı dondurub öldürəcək. Cəmiyyət normaları isə insanı öldürmür. Cəmiyyət normaları bunları kənarlaşdırır, uzaqlaşdırır və bunlar ailədən aqressiv formalaşıb cəmiyyətə çıxmış insanlar normalara uyğun olmadıqca nə qədər bunlar kənarlaşacaq, bunlar daha da təhlükəli olacaq. Yəni bunlar tərbiyələnməyəcək. Kənarlaşıb daha da təhlükəli. Fürsət olanda isə daha pis bir hallar törədə bilər. Ona görə də valideynlərdən, hər iki valideynlə görürsünüz, məktəb münasibətlərində bütün yükü yıxıblar məktəbin üstünə, internet resurslarının üstünə. Günah məktəbdədir, internetdədir. Məktəbdə və internetdə ümumiyyətlə heç bir günah, heç bir suç və heç bir səbəb yoxdur. Hətta uşaq əlində silah məktəbə giribsə də belə. Bu məktəbin dominant xarakteri deyil. Məktəb təhlükəsizlik xidməti deyil, mühafizə xidməti deyil. Məktəb valideynin əxlaq norması ilə geyindirdiyi uşağın tərbiyələndirmə və təhsili ilə məşğuldur. Bu ailə valideyn cəzalanmalıdır. Bax, Türkiyədəki o qərar çox ədalətli və doğru qərardır ki, həmin uşağın valideyn həbs eləyiblər. İndi proses necə olacaq bilmirəm. Yəni, o valideyn məsuliyyətə cəlb olunmalıdır və o ictimai norma ilə utanmalıdır. Utandırılmalıdır ki, uşaqların tərbiyəsi dəyişsin. Rafiq bəy, mən çox təşəkkür edirəm. Doğrudan da çox yaxşı müzakirə idi. Mən çox şey öyrəndim. Əminəm ki, izləyicilər də çox maarifləndilər. Əziz izləyicilər, bizdən bugünlük bu qədər. Növbəti həftələrdə görüşənədək.